Salam değerli izleyicilerimiz. 3 otaqlı, 3 sotda başda biraz da artıq olan həyəti. Geniş belə bir həyət, 3 otaq. Bəlkə də son vaxtlar həqiqətən qarşınıza çıxmayıb. 2 dənə yan evdir. 3 dənə evdir. Biri satılıb başdakı. Bu ikisi durur. Yəni tələsin ki, belə geniş həyətlə normal ev istəsəz, yəni bu ərazi 569 nömrəli marşrutun arası 200 metrədir, 250 metrə. Yəni 2 dənə evimiz qalıb belə. Bir də belə bir ev həqiqətən inanmıram ki, son dövrdə bu qiymətə torpaqların qalxdığı dövrdə yəni düşsün. Çünki torpaq çox bahalaşıb və heç kim böyük torpaq almır. Bax gördüyünüz nə genişdə həyəti var. Qarşılığını həyətə bir 7-8 dənə maşın sala bilərsiniz. Qabağınla vesi bağlaya bilərsiniz. Nə bilim belə geniş, gözəl bir evə sahib olmaq istəyir, tələsin, təzəli əlaqə saxlayın. 2 dənə yan evdir. 2 dost, 2 qardaş, 2 köynə qonşu. Nə bilim gəlib evlə tanış ola bilərsiniz. Su xətti də ana xətti masajdan elə ki, Bakıya gedən bütün su xətti bu evin yanından keçir. Təzələrimiz bax girişdə belə bir holdur. Qeyri-adi bir proyektdir. Bu hissəsi gördüyünüz kimi belə bir proyekti var. Demək otaqlar qeyri-adi bir ölçülərdədir. Bu yataq otağımızın birisidir. Burası tip oldu. Bu yataq otağıdır. Burası mətbəxdir. 75.000 manata. Bax geniş həyətin. 75.000 manata gördüyünüz kimi bir yataq, qıxına bir yataq, 2 yataq. Bu da qonaq otağımız. 75.000 manata. O ev bundan biraz fərqlidir kvadrat olarak, proyekt olarak. Her evin bir proyekti var. O evin proyekti başkadır, bununki başka. İnşallah eğer yakından tanış olmak istəsə o evinlə bir yerdə bu videonu çəkim, onda baxın. Və dəyərli izləyəcəm. Bu da elə ki, bu çəkdiyim evin böyüyündəki evin həyətidir. Bax, bunda bir maşallah olsun, geniş qəşəng həyəti var. Qeyd edin, bax, satılan ev odur. Bu evin də proyekti bir bambaşqadır. Amma həyətləri çox genişdir. Bax, istəsəz buranı bütün pişirib buranı bağlaya bilərsiniz. Gəlir şey ayaq-altı edə bilərsiniz. Bax, bir hissədən bax beləsinə. Yəni evinizin bu həyəti budur. Həyət problemi yoxdur. Ağac gül əkmək üçün çox geniş yerləri qalır. Bu isə beyimizdəki, yəni dedim, bax, proyekti başqadır deyə. Onun üçün buranı gəlib sizə təqdim eləmək istədim. İşıqlarını yandırım. Qiymət eynidir, qiymət fərqi yoxdur. Bu hissəsi mətbəximizdir. Bax, gördüyünüz kimi. Bu da həyəti genişdir. Bu bunun zalıdır. Bunun zalında başqa cürədir, bunda başqa cürədir. Bu yataq otağıdır. Bu yataq otağıdır. Bu hamam santarlı uşaq bu yerdədir. Bu da geniş yataq otağının birisidir. Yəni ikisi yan-yana olmağına baxmayaraq evlərin hərəsi başqa-başqa bir necədir, proyektə idi. Amma həyətləri genişdir. Mən üçün bu evin proyekti ondan çox xoş gəldi mənə. Şimdi lazım olursa yaxınlaşıb yerdə tanış ola bilərsiniz. Gördüyünüz kimi həyəti maşallah olsun nə boydadır. Geniş, hündür. Ərazi olarak yəni normal ərazidir. Nə ikisindən bitən bir mümkün torpağa malik olan torpaqdır. Düzdür, ev sahibi buranı çox tam etəyir. İstəsəz götürüb bağ sahəsini böyüdə bilərsiniz. Birbaşa marşrutdan arasında gedim 200-250 metr. Bax, 2 yan evimiz. İkisi də büyüyün satışdadır. Gəlib yerində tanış olub rahat ala bilərsiniz. Əlaqə nömrəni xatırladıram. 050 055 662 82 12.